Ağrı-kəsicilərdən çox istifadə mədə, qaraciyər və böyrəklərin səssiz formada zədələnməsinə səbəb olur. Vətəndaşlar bir növ bu dərmanlar vasitəsilə bədənlərində gedən prosesləri gizlədirlər. Bu isə xəstəliyin daha da şiddətlənməsi ilə nəticələnir. Dünya təcrübəsində mədə qanamalarının, qaraciyər və böyrək çatışmazlıqlarının əksəriyyətində nəzarətsiz şəkildə ağrı-kəsicilərin istifadə olunması dayanır. Biz ağrı-kəsici istifadə etdikcə mədəmizin seyrki qişası, divarı zədələnir, mədə xoraları yaranır, yəni mədədə yaralar yaranır və bu yaralar qanaya bilər, hətta mədəmiz deşilə bilər. Bədənimizdə hər hansısa bir normal bir şey olmadığında bədənimiz ağrı hissi ilə fəryad edir, kömək istəyir. Biz isə bu ağrını, bu fəryadı ağrı-kəsiciyə sustururuq, ta ki daxildəki xəstəliyimiz ciddi şəkildə ağırlaşana qədər. Bir sözlə, həkim məsləhəti olmadan dərman preparatlarından istifadə etmək məqsədə uyğun deyil.